Bizim ailəmiz üçün, yox ölkəmiz üçün böyük bir faciə baş verib. Rusiya rejimi tərəfindən amansız cinayət törədilib. İnsanlar işgəncələr nəticəsində həyatlarını itiriblər. Bu sözləri Bakı Hava Limanında jurnalistlərlə söhbət vaxtı Seyfəddin Hüseynli Rusiyada qardaşlarının öldürülməsinə münasibət bildirərkən qeyd edib. Biz buraya qardaşlarımın meyitlərini qarşılamağa gəlmişik. Nədənsə Rusiya tərəfi bu vəhşiliyi etiraf etmək istəmir. İddia edirlər ki, quyu ani ölüm baş verib. Dövlətimizin çevik və qətiyyəti sayəsində böyük bir faciənin qarşısı alındı. Biz dəhşətli rejimə üz-üzə dayanmışıq. Mən dövlət başçımız başda olmaqla dövlət strukturlarımıza, diplomatik korpus və diasporumuza minnətdarlığımı çatdırmaq istəyirəm, deyə Hüseynli bildirib. Hüseynli qardaşlarının meyitlərinin Bakıda təkrar ekspertizadan keçiriləcəyini qeyd edərək deyib. Biz onlara etibar edə bilməzdik. Bu addımla faciənin miqyasını tam üzə çıxarmaq istəyirik. Dövlətimiz Rusiyanın casus şəbəkəsini bugün ifşa etdi. Onlara qarşı münasibət də tamamilə qanuna uyğundur. Bir daha sübut edildi ki, Azərbaycan dövləti hər bir vətəndaşının taleyinə biganə deyil. Bu mənim ürəyimdə su sərpdi. O qeyd edib ki, qardaşlarının hansı səbəbdən həyatlarını itirdiyi Bakıda keçiriləcək ekspertiza ilə müəyyənləşdiriləcək, məsciddə dini adətlər edildikdən sonra Ağacabədiyyə aparılacaq. Qardaşlarımın birinin öz oğullarına etdiyi vəsiyyət əsasında onların hər ikisini Ağacabədidə ata-anamızın uyuduğu qəbristanlıqda dəfn edəcəyik.